Küçə boyu avtobus zolağı salındığından sərnişin mindirib düşürməyə şərait yoxdur. Hər gün paytaxtda əksər taksi sürücüsü bu problemlə üzləşir. Sürücülər deyirlər ki, avtobuslar üçün zolaqlar və dayanacaqlar təşkil edilib, amma taksilər çox az yerdə duracaqla təmin edilib. Şəhərdə ümumiyyətlə saxlamağa yer tapamırsan. Harada saxlayırsan, 80 manat cərimə 2 bal. Yəni beləncə adli yer olsa, əlbəttə biz gəlir, indi burada maşın saxlamağa yer tapırıq. Başqa maşınlar kim gəlir saxlayır, çıxır gedir. Adli taksi üçün yerlər ayrılsa yaxşı olur. Saxlamağa yer tapabilirsən, nəinki adam düşürtməyə, adam mindirməyə yer tapmaq olmur. Dayanma durmada da harada qeyri-qanunidir, dayanırsan cərimələr olur. Dayanacaq olsa daha yaxşı olar. Ekspertlər isə bildirirlər ki, əgər şəhər daxilində planlı taksi duracaqları olmasa, sürücülər qeyri-qanuni dayanacaq axtaracaq. Bu da həm tıxaclara, həm də cərimələrin artmasına səbəb olacaq. İctimai nəqliyyat sistemi ilə koordinasiyalı şəkildə taksi duracaqları yaradılmalıdır. Şəhər təhlil olmalıdır. Harada ki, belə kritik yerlər var, orada deyək ki, çox ciddi ehtiyac var, çox zəruri ehtiyac var. Orada bax, avtobus zolaqlarında da hətta imkan yaratmaq olar ki, taksi və yaxud da digər nəqliyyat vasitəsi girdi ora, düşürdü, çıxdı, getdi və yaxud da girdi orada dayanan, götürdü, çıxdı, getdi. Ümumiyyətlə, gələcəkdə yanaşmalar dəyişməlidir. Məsələn, dünya təcrübəsində belədir ki, taksilərə də avtobus zolağı ilə hərəkət eləməyə və avtobus dayanacağından avtobusa mane olmamaq şərti ilə sərnişin götürməyə, orada da sərnişin düşürməyə icazə verilir. Gələcəkdə bu addım atılsa, taksilərlə bağlı problem demək olar ki, həll olunacaq. Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, əksər taksi dayanacaqları cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən nəqliyyatın hərəkətinə maneə yaradır. Buna görə də Aynan məsələyə kompleks yanaşma tətbiq edərək bəzi maneə yaradan məntəqələri ləğv edib, yəni cəlbetmə məntəqələrinin müəyyən edilməsi istiqamətində iş aparır. Yeni cəlbetmə məntəqələrinin əsasən universitetlərin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzlərinin ətrafında, həmçinin avtobus zolaqlarının yaxınlığındakı alternativ yollarda təşkili nəzərdə tutulur. Bu çərçivədə 10 yeni taksi məntəqəsi təşkil edilib, 9 məntəqə isə aidiyyatı qurumlarla razılaşdırılaraq mərhələli şəkildə quraşdırılacaq. Sakinlərin də müraciətləri nəzərə alınaraq, paytaxtın Tbilisi prospektində, Abbas Mirzə Şərifzadə küçəsində, metronun Ulduz stansiyası ətrafında, Gənclik molun yaxınlığında taksi minik avtomobilləri üçün duracaq, həmçinin minib düşmə yerləri təşkil edilib. Layihənin paytaxtın digər ərazilərində də həyata keçirilməsi üçün təhlillər aparılır. Qeyd edək ki, hazırda Bakının bir sıra küçə və prospektlərində 134 taksi duracağı mövcuddur. Turqan Əliyev, Vüsal Hüseynov, Davud İbrahimov, Kəmal Əlmuradova, Xəbər Ertəsi.